Nizami rayonu Keşlə qəsəbəsində ciddi infrastruktur problemləri var. Qəsəbənin yollarının yararsız vəziyyətdə olması, kanalizasiya yüklarının qəzalı durumu hər şeyi göz önünə sərir. Bu mənzərə Nizami rayon icra hakimiyyətinin, bələdiyyələrin fəaliyyətsizliyini ortaya qoyur. Xatırlayırsınız, Xətayda kollektorun partlaması nəticəsində onlarla ailənin evinə ciddi zərər dəydi. Evlər, küçələr yarıya qədər sel suları altında qaldı. Buna baxmayaraq, rayonun icra başçısı Coşqun Cəbrailov su basmış evlərə gəlib vətəndaşlarla görüşməyib. Onlarla maraqlanmayıb. Bunu mən yox, Sabiri küçəsində yaşayan vətəndaş deyir. Dünən deyildi ki, gəlib təmizlik işləri gedəcək, saat 2-də görüş olacaq. Hələ ki 3-ə qalıb, heç bir xəbər yoxdur. Coşqun Cəbrailov müavini İldırım Mehdiyevi göndərib ki, getsin sakinlərlə görüşsün. İldırım Mehdiyevlə görüşdüm. Kollektorun partlaması nəticəsində neçə vətəndaşın zərər gördüyünü soruşdum. Lakin cavab verə bilmədi. Gülərək zarafatla məni yola verdi. Onu da qınamıram. Onun vəzifəsi başçının ictimai-siyasi məsələləri ilə məşğul olmaqdır. Hardan bilsin ki? Zərər görən vətəndaşları qeydə alan icra nümayəndələri isə qeydiyyat kitabını üzümə bağladı. Sanki gizli bir iş gedirmiş kimi. Hansı evlər ziyan görüb, onu qeydiyyata alırlar. Bu barədə sizə ətraflı məlumat verəcəyik. Davam eləyək. Şəhərin mərkəzindən elə də uzaq olmayan Keşləni gəzirik. Qəsəbənin mərkəzi küçələrinin birindəyik. İşıqforun yanında insanların ən çox hərəkət etdiyi ərazidə dolub daşan zibil yeşikləri ürək bulandırır. Zibilin belə vaxtında təmizlənməməsi ərazidə yaşayanların yəqin ki, gündəlik həyatını daha da çətinləşdirir. Kanalizasiya sularının yeni çəkildiyi küçələrdə üfunət qoxusu var. Qəsəbə daxili yollar uzun müddətli təmir olunmur. Asfalt örtüyü demək olar ki, tam sıradan çıxıb. Kanalizasiya lüklarının olduğu çökəkliklər isə sürücülər üçün bir sınağa çevrilib. Yaranan vəziyyət həm piyadalar, həm də sürücülər üçün ciddi təhlükə yaradır. Xüsusən axşam saatlarında işıqlandırma sisteminin olmadığı bu yollarda təhlükənin nə dərəcədə ciddi olduğunu siz təsəvvür edin. Yağışlı havalarda vəziyyət daha da ağırlaşır. Bu yollar keçilməz olur. Avtomobilimlə hərəkətdə olarkən 2-3 dəfə bu lüklara ilişdim. Yolların dar olması vəziyyəti daha da çətinləşdirir. Üstəgəl piyada səkiləri də müxtəlif obyektlər tərəfindən zəbt olunub. Səkilərin qarşısı var, belə kəsilir. Formada. Ensiz piyada zolağı avtomobil yolundan xüsusi bardiyorlarla ayrılmadığından piyadaların təhlükəsiz və rahat hərəkəti mümkünsüzdür. Xüsusən də azyaşlılar, bu yoldan intensiv istifadə edən məktəblilər risk altındadırlar. Sakinlər bildirir ki, mövcud problemlərlə bağlı dəfələrlə aidiyyatı qurumlara, Nizami rayon icra hakimiyyətinə müraciət etsələr də hələlik ciddi addım atılmayıb. Məğrur Salmanov, Statinfo. Addım başı, çuxurlar var, dərin.